Salam, bu gün bir yerdə Milana gedirik. Milanın yaxınlığında yerləşən Pavia şəhərində dostum yaşayır və mən onun yanına gəlmişdim. Bir yerdə gedirik Milanı gəzməyə. Mənim Milana ikinci gəlişim olduğu üçün çox da detallı gəzmədim. Baxım məhsulları satılan bir mağazaya girmişdik. Burada satıcı Lemanın dəri tipini təyin etməyə çalışırdı. Belə bir texnologiya olduğunu görəndə həqiqətən təəccübləndim. Leman oradan 12 evroluq alış-veriş elədi və Lemana 3 hədiyyə verdilər. Məncə çox idealdır. Buradan çıxandan sonra da getdik biraz paltar mağazalarını gəzməyə. Mangoya baxdıq, H&M-ə baxdıq, amma heç nə tapa bilmədik. Daha sonra mərkəzdə yerləşən Bershkaya getdik. İlk dəfə idi belə fərqli konseptə malik Bershka mağazası görürdüm. Həqiqətən çox böyük idi, 3 mərtəbədən ibarət idi, gəz qurtarmırdı və məhsul çeşidliliyi dəhşətli dərəcədə çox idi. Çox fərqli gəldi yəni mənə bura. Oradan çıxandan sonra da Milanın küçələrində biraz gəzdik. Sizə Duomo'nu hər nöqtədən çəkmişəm. Yəni həqiqətən çox möhtəşəm bir katedraldır. Bax doya bilmirəm bu katedrala. Sonra Milanda yerləşən Starbucks Reserve Roastery'yə getdik. Bu Starbucks konsepti dünyada cəmi 6 Starbucks da var və onlardan biri də Milanda yerləşir. Bura girmək üçün balaca bir sıra gözlədik, çünki insanlar sırayla buraxırlar. İçəridə dəhşət çox adam var idi. Bu konseptdə olan Starbucks'ın normal Starbucks'lardan fərqi ondan ibarətdir ki, siz burada kofe dənəciklərin hazırlama prosesini görə bilirsiniz və məhsul çeşidliliyi cəhətdən digər Starbucks'lardan çox fərqlənir. Mən bir tiramisu latte və desertə 16 evro ödədim. Bu günə qədər içdiyim ən bahalı kofe idi deyə bilərəm. Amma fərqli bir təcrübə idi, mən çox bəyəndim. Buradan çıxdıqdan sonra Milanın kanalları yerləşən Navigli küçəsinə gedirik. Burada biraz sizə Milanın axşamlar necə göründüyünü göstərmək istəmişəm. Naviglini də çox bəyəndim. Milanın ən hərəkətli hissələrindən biri idi. Ümumilikdə Milanın təhlükəli olmağı xaricində mən Milanı çox sevirəm. Bu qədər idi. Sağ olun.